psixologiyada belə bir ifadə var. Burada və indi. Bu bir fəlsəfi ideyadır və eyni zamanda psixoloji bir prinsipdir. Prinsip onun üzərində qurulub ki, zamanın idarə olunması üçün sən gördüyün işə köklənməlisən. Fikrin nə keçmişdə olmalıdır, nə gələcəkdə olmalıdır. Çünki bu işin məhsuldarlığını aşağı salır. Məsələn, götürək ki, indi mən kitab oxuyuram. Bu kitabı 2 saat ərzində bitirmək mümkündür. Mənim əgər fikrim keçmişdə ya gələcəkdə olsa, 2 saata bitirəcəyim kitabı mən 2 günə də bitirə bilməyəcəm. Burada və indi prinsip mənə onu öyrədir ki, hazırda gördüyün işə və gördüyün proyektə fikirlərini köklə. Nə qədər çox köklənərsənsə, o işdən sən o qədər faydalı nəticə götürəcəksən və zamanın da məhsuldar olacaq. Sən deməli nə qədər vaxtında fikirlərini öz işlə kökləyəcəksənsə, sən onda daha yaradıcı olacaqsan. Gördüyün işdən daha yaxşı nəticə əldə edəcəksən.